11 iyun 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında dünya şöhrətli alim Lütfuzadənin anadan olunmasının 105-ci illiyinə həsr edilmiş Lütfuzadə Azərbaycanın elminin dünya elmindən parlayan simasıdır mövzusunda elmi praktik konferans təşkil olunub. Tədbirdə filialın professor, müəllim heyəti, məzunlar, tələbələr iştirak ediblər. Konferans dövlət himninin səsləndirilməsi və vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinə bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxış edənlər Lütfuzadənin qeyri-səlis məntiq nəzəriyyəsi ilə dünya elminə verdiyi misilsiz töhfələrindən, onun zəngin elmi irsinin bu gün süni intellekt, informasiya texnologiyaları və idarəetmə sistemlərində inkişafında mühüm rol oynadıqlarını bəhs ediblər. Konferans bölmə iclasları ilə davam edib, müxtəlif aktual mövzular üzrə ümumilikdə 113 məruzə dinlənilib və geniş müzakirələr aparılıb. Sonda iştirakçılara sertifikatlar təqdim olunub. Tədbirin təşkilində əməyi olanlara təşəkkür bildirilib. Məqaləni hazırladı Haqq Səsi TV rəhbəri Elxan Müzəffəroğlu.